Salam əziz izləyicilər, bugün mən sizə 9 mart 2025 tarixli İngilis dili buraxılış imtahanının qrammatika suallarını izah edəcəm. Əvvəla baxırıq 7-ci sualdan. He was proud himself for not giving up and is afraid going out in the dark. Proud və afraid ifadələri preposition qaydasına uyğundur. Proud of ilə, afraid də of ilə işləndiyinə görə doğru cavabımız oldu D variantı. 8-ci sualda nida cümləsidir. Whatdan sonra demişik 4 quruluş gəlir. Sifət, isim, mübtəda, xəbər. Xəbər qabağa keçə bilməz. Buna görə də birinci sualdakı ar olan variant çıxdı. İkinci, what an amazing place it is. Sifət, isim, mübtəda, xəbər gəlib tamamilə doğrudur. 3-də how amazing places are they. Burada ar qabağa keçib ona görə uyğun ola bilməz. 4-cü testdə how amazing the place is. How'dan sonra demişdik sifət, sonra mübtəda, sonra xəbər gəlir və sifət və mübtədanın arasında z işlənə bilər. 5-ci sualda how amazing place is it? Bu da işlənə bilməz. 4 quruluş gəlib. Doğru variantımız oldu 2 və 4. 9-cu testə baxıram. No one expected the producer about his plans. Burada expected mürəkkəb tamamlıq qaydasına uyğun olaraq digər feillərin cərgəsindədir. Yəni let make olanlardan sonra to gəlməzdi, amma expected digər feillərin içərisində olduğuna görə özündən sonra to qəbul eləyir. Doğru cavab oldu D variantı. 10-cu testimizə baxıram. My first day at work wasn't very good. I have made mistakes. Deyir ki, mənim işdə birinci günüm heç də yaxşı deyildi. Mən səhvlər etmişəm. Yaxşı olmadığına görə deməli çoxlu səhvlər edib. Burada too much mistakes-lə cəmlə işlənə bilməz. A lot of sayıla bilən cəmlə işlənir, tamamilə doğrudur. Few ola bilməz, az deməkdir. Very few da az deməkdir. Little da sayılmayan isimlərlə işlənir, tərcüməyə uyğun olaraq B variantı daha doğrudur. 11-ci testdə we our friends next Sunday. Burada next Sunday-yə baxırıq, hansı zaman zərfi olduğuna. Gələcək sadə zaman zərfidir next. Ona görə də A variantı, B variantı, C variantı, Y variantına çıxırıq, qalır D variantı. 12-ci sualda as his English is excellent, he find a good job. Deyir ki, burada bizə lazım olan deməli modal feil lazımdır. As his English is excellent, he find a good job. Has-lə to-nun arasında heç nə işlənə bilməz. A variantı yanlışdır. B variantında won't be able-dan sonra to işlənməli idi. C variantında has-dən sonra to gəlməli idi, amma gəlməyibdir. D variantında doesn't-dan sonra have to olmalı idi. Y variantında will be able to tamamilə doğrudur. 13-cü sualda we have got two packages and of them were from Nick. Burada içdən sonra of gələrsə, mübtəda cəmdə xəbər təkdə olmalı idi, yanlışdır. Everydən sonra of gəlməz, no'dan sonra of gəlməz. One of da işlənə bilməz. Burada həm də to var. We got two packages and both of them were from Nick. Hər ikisi deməkdir, ona görə variantı doğrudur. 14-cü testdə baxırıq interrogativdir sual cümlələri. How many pieces of furniture did they buy? Burada cümlənin digər cümlə üzvünə verilən sual olduğuna görə köməkçi feil qabağa keçə bilər. Ona görə did qabaqda, they ortada, mübtəda də xəbər doğru variantdır. İkinci testdə how many pieces of furniture were bought? Burada yenə köməkçi qabağa keçib deyə doğrudur. How many pieces of furniture bought they? Feil birbaşa qabağa keçə bilməz. 4-də isə mübtədadan sonra xəbər gələ bilməz, köməkçi başda olmalıydı. Ona görə 4-cü sualda yanlışdır, qaldı 1-lə 2. 15-ci testdə cəm isimləri istəyir bizdən. Step addım, progress tərəqqi ola bilməz. B variantında women qadınlar, trousers şalvar, toplu isimdir, women qadınlar, ona görə B variantı doğrudur. C variantında food tək isimdir, ona görə işlənə bilməz. D variantında knowledge bilikdə, o da təkdə işlənibdir. Y variantında person təkdədir. Doğru cavab B variantı. 16-cı testdə my friend and his cousin reading the same books for a week. Burada my friend and his cousin ikisi cəmdə işləndiyinə görə was-u, has-i, izi çıxdıq, qaldı Y variantı. 17-ci testdə
Our children go school by bus. Mən demişdim by ilə nəqliyyat vasitələri işlənərsə arasında işinə gələ bilməz. İlə deməkdir. Go to school. Məktəbin binası olanda ümumi məktəbə gedirlər deyəndə go to school deyərik, Z demərik. Ona görə doğru variant hər ikisində də boşluq olan variantdır, A variantı. 18-ci testdə her hair is əsas. Burada əsas ifadəsidir. Ona görə D variantı tamamilə doğrudur. 19-cu testdə today the weather is fine. The students are going for a walk. Bağlayıcı seçmək lazımdır. Deyək ki, bugün hava yaxşı idi. Beləliklə şagirdlər gəzməyə getdilər. So tamamilə doğru variantdır. Daha sonra baxıram 20-ci suala. Donate, value, defend. Donate burada bağışlamaq deməkdir, pul bağışlamaq məsələn. Value qiymətləndirmək, dəyər vermək, defend də müdafiə etmək deməkdir. A-da protect somebody or something against attack, kimisə müdafiə eləmək, 3-də A variantı. Give something especially money, pul vermək, bayaq dediyim kimi, 1-də B ola bilər. Value qiymətləndirmək, to think that somebody or something is important, nəyisə və kiminsə vacib olduğu qənaətinə gəlmək, düşünmək, C variantı getdi. Onda B, C, A olur. Cavab Y variantı. 21-ci sual make-up'dır. Cümlə qurmaqdır. Cümlə mübtəda ilə başlayır. The boys. Ondan sonra xəbəri gələr birbaşa verilibdir burada. The boys have been playing. Nə oynayırlar? Tenis oynayırlar. Tenis. Burada saatların qarşısında for işlənə bilər. Dır ki mənasında for 2 hours. At the stadium. Ona görə doğru variantımız burada düz qeyd olunub B variantı. 22-ci suala baxıram. Burada bizdən məchul növ istəyir. Deməli, bu do ilə sual verdiyinə görə indiki sadə zamanda işlənib do make belə görünə bilər. İndiki sadə zamanda da biz məchulu düzəldən zaman to be-nin formaları üstə gələk V3-dən istifadə edirik. Burada to be-nin indi sual cümləsidir, baxırıq. Is made burada gələ bilməz, is qabaqda olmalıydı. How is vanilla been? İzlə bin işlənə bilməz, B variantı yanlışdır. C-də izlə made işlənə bilər, to be-nin forması üstə gələk V3. Sual cümləsi iz ayrılıb, tamamilə doğru. How is vanilla cream made? How are vanilla? Vanilla dondurması bu təkdə işləndiyinə görə arına işlənə bilməz. Bir də sənin cümlən do ilə sual veribsən, indiki zamanda olduğuna görə was işlənə bilməz. Ona görə doğru variant oldu, C variantı.